Müsbət dövrlər üçün uyğunluğu müəyyən edin tipli bir sual qarşımıza çıxarsa nə etmemiz lazımdır? Birinci sualı gəlin işləyək. Birinci sualda biz 2'ye vurub 2'ye bölsək, bu zaman alınır 2 sinus 2x kosinus 2x. Bu da bərabər olacaq 2'də 1 sinus 4x-a. İndi ümumiyyətlə sinusunda, kosinusunda dövrünü tapanda sinusunda, kosinusunda dövrü 2pi böl k'dır. 2pi bölünsün k'dırsa, bax k x'in qabağındakidir, yəni 4 qoyacağım. 2pi bölünsün 4. Bu da 2 ilə 4 ixtisar gedir, qalır pi böl 2. Birə uyğun gəlir D variantı. Keçirik indi ikinci suala. İkinci sualda nə edirik? Yazıb ki bizə sinus x üstə gəl kosinus x. Birincisi sinus x, kosinus x funksiyaların ümumi dövrü eynidir. Hər ikisinin dövrü 2pi'dir. Yani burada sinusunda, kosinusunda dövrü 2pi'dir. Normalde 2pi böl k'dır ama burada 1 olduğu için burada 1 yani 2pi'dir. Mesela ona göre de bunların dövrü her ikisinin dövrü 2pi olduğu için elə 2pi hesaplanacaq. 2 uyğun gəlir Y variantı. Üçüncüye keçirik. 3'te de nə edəyəm? Kosinus üstü 4x çıx sinus üstü 4x bərabərdir. Yazaram bunun yerine. Kosinus kvadrat x üstə gəl sinus kvadrat x və kosinus kvadrat x minus sinus kvadratı x. Burada cəm bizə 1'i verəcək. Geridə qaldı nə? Kosinus kvadratı x minus sinus kvadratı x. Burada da bir şey dikkat edin ki sinus kvadratının da kosinus kvadratının yenə dövrü eynidir. Yəni nədir? Yarım periyod pi'dir. Kvadrat olduğu zaman dövr avtomatik pi böl k'ya düşür. Normalda sinusunda kosinusunda dövrü 2 pi böl k'dır ama bu şəkildə olanda pi böl k olacaq. K'nın yerine 1 qoyduqda cavab eləyəcək pi C variantı.